Uşağınız əvvəlki kimi deyil, tez yorulur, daim yorğunluq hiss edir, böyüməsində ləngimə hiss edirsiniz, yuxululuğu artmışdır, dərslərə marağı azalmışdır. Əksəriyyət deyir ki, yeniyetməlik dövrüdür, keçəcək, amma keçmir. Çünki problem uşağın yeniyetməlik dövründə deyil, hormonlarındadır. Hipotireoidizm sakit gəlir, səs-küy salmır, amma böyüməni ləngidir, zehni qabiliyyəti aşağı salır, kökəlmə meyilli yaradır, uşaq daim yuxulu olur, yatmaq istəyir, motivasiyası azalmış olur, dərslərindəki müvəffəqiyyəti get-gedə daha da aşağı düşür. Bütün bunlar qalxana bənzər vəzin işinin zəifləməsinin əlamətidir. Eyni zamanda saçlarda tökülmə, dəridə quruluğun artması, dərinin bir qədər qalın qaba olması bu kimi əlamətlərdə qalxana bənzər vəzi zəif işlədikdə görülə bilinən əlamətlərdəndir. Önəmli məqam odur ki, bütün bu əlamətlər əgər vaxtında aşkarlanarsa çox sadə müalicə ilə aradan qalxa bilər. Övladınızda bu dəyişikliklər varsa görməməzlikdən gəlməyin. Vaxtında uşaq endokrinoloquna müraciət edin. Bəzən bir analiz uşağın bütün həyatını dəyişə bilər.